Salam. Sizə feilin qrammatik məna növləri ilə bağlı bəzi xırdalıqları deyəcəm. Hal-hazırda təsirli və təsirsiz feillər proqramdan çıxarılıb. Heç məktəb dərsliyində belə yoxdur. Sadəcə olaraq bəzən feilin qrammatik məna növlərini müəyyənləşdirmək üçün bizə lazım olur. Yəni iki cavab arasına qalanda artıq deyirsiniz ki, təsirli və təsirsiz feillərə müraciət eləməliyik. Bu nə deməkdir? Gəlin sizə belə qısa bir izah verim. Yəni mən məsləhət görürəm ki, öyrənsəz yaxşıdır. Feilin təsirli və təsirsiz olmağı nə deməkdir? Təsirli feillər kimi, nəyi, haranı, nə suallarından birinə cavab verəcəklər. Amma təsirsiz feillər isə digər halların sualına cavab vermiş olur. Kimə, nəyə, kimdə, nədə, harada və s. Bunun bizə nə kimi kömək olacaq? Məsələn, baxın, deyirəm ki, yaz. Nəyi, baxın, gördüyünüz kimi bu təsirli feildir. Çünki təsirli kəlmənin sualına cavab verir. Deyirəm, nəyi yazım? Deyir ki, yazıl. Deyirəm, nəyə yazılım? Gördüyünüz kimi təsirli feil idi, indi oldu təsirsiz. Burada məchul olsun, qayıdış, qarşılıq növlər daha çox təsirli feildən yaranıb təsirsiz olacaqlar. Qayıdış növü, deyirəm, gör. Deyirsən ki, nəyi görüm? Deyirəm ki, görün. Deyirsən, niyə görünüm? Niyə? Baxın, gördünüz, təsirsiz oldu. Bayaqları təsirli halın sualına cavab verilmişdi. Yaz. Qarşılıq növdür. Deyirəm, yaz. Deyirsən, nəyi yazım? Deyirəm ki, yazış. Deyirsən, kim ilə yazışım? Oldu təsirsiz. Deməli, məchuldur, qayıdışdır, qarşılıqdır. Təsirli feildən yaranıb təsirsiz olacaqlar. Daha çox təsirli feili təsirsiz feilə çevirən şəkilçilər ın, ışdır. Ona görə elə baxın, bunları aid etmiş oluruq ki, məchul, qayıdış və qarşılıq təsirli feildən yaranıb təsirsiz olur. Çox bəsitdir, yəni rahat bir dərs əslində qalsa bu. Şəxssiz və birgəlik növdə isə biz bunu görməyəcəyik. Bunlar təsirsiz feildən yaranıb, elə təsirsiz olaraq da qalacaqlar. Deyirəm ki, bax. Deyirsən, nəyə baxım? Deyirəm, baxıldı. Nəyə baxıldı? Belə bir dənə sual verirsin. Görürsünüz, təsirsiz idi, elə təsirsiz də oldu. İcbar növ isə bunlardan fərqlənir. Təsirli feildən yaranır, elə təsirli olaraq da qalır. Deyirəm ki, oxu. Deyirsən, nəyi oxuyum? Deyirəm, oxud. Deyirsən, nəyi oxudum və ya kimi oxudum? Sil. Nəyi silim? Sildir. Nəyi sildirim? Bax, görürsünüzmü? Bu şəkildə fərqləndirmək olur. Təsirli feildən yaranıb təsirli qalanda, deməli, elə bu icbar növdür. Qısa və rahatdır. Yəni, təsirli halın sualına cavab verirsə təsirli feildir. Vermirsə təsirsiz feildir. Burada deməli, qısa qeydlər yazmışam. Bu düstur haqqında bundan əvvəlki dərsdə danışdım sizə. Yəni, bu məchulda, qayıdışda, qarşılıqda, icbar növdə düsturu var da. Yəni, necə olurdu bunlar? Feildən yaranıb feil olmalıdır. Bir də plus deməli, bunun şəkilçisi olmalıdır. Sonra məzmunu uyğun olmalıdır. Ondan sonra deyirəm ki, bəli, bu məchuldur, qayıdışdır. Ondan sonra qarşılıqdır, şəxssizdir, qarşılıq birgəlik, şəxssizdir və icbar növlədir deyə bilirəm. Yəni, bu məzmunu qorumalıdır. Bu bir növ düsturdur. Adlardan yarana bilməz. Feildən feil yaranmalıdır. Şəkilçisi, özünə məxsus şəkilçisi olmalıdır. Həmin o məzmunu qorumalıdır. Baxın, gəlin salamlaşdıq feilinə baxaq. Bu feil, məsələn, mən deyirəm ki, məlum növdə deyil. Nəyə görə? Feil nədən düzəlib deyəndə mən qrammatik şəkilçiyə baxmıram. Sonuncu leksik şəkilçinin üstündən, şunun üstündən xətt çəkirəm. Salamlamaq feilinə baxıram. Deyirəm, bu deməli düzəlib feilin özündən. Salamlamaq feilindən salamlaşmaq feili düzəlib. Feildən feil düzəlib. Deyirəm ki, qonaqlar salamlaşdı. Deyirəm, qonaqların salamlaşması qarşılıqlı şəkildə olan bir hərəkətdir. Məzmununu da deməli qorudu. Deməli, bu qarşılıq növdəymiş. Bu şəkildə müəyyənləşdirdim. Bunun kökü, baxın, salam ismidir, amma o mənə lazım deyil. Nədən düzəlməyi, nədən yaranması mənə lazımdır. Bu şəkildə də mən müəyyən elədim ki, salamlamaq feilindən salamlaşmaq feili yarandı. Feildən feil yarandı. Şəkilçisi var, ş şəkilçisi oldu. Yəni, bir şəkilçi var. Qonaqlar salamlaşdı deyəndə qarşılıqlı şəkildə baş verən bir hərəkəti bildirdi. Deməli, məzmunu da özünü qorudu. Bu qarşılıq növdədir. Bu şəkildə müəyyənləşdirmiş oldum. Biz bunun kökünə baxmırıq. Nədən düzəldiyinə baxırıq. Diqqətli olun. Bir də ki, bu feilin qrammatik məna növlərinin şəkilçiləri hər biri leksik şəkilçidir.
Gəlin biraz da testlərə baxaq. Bu şəkildə daha sizə aydın olacaq. Deməli, məchul növdə olan feili müəyyən edin. Gəlin müəyyən edək. Geyinmək deyəndə, məsələn, uşaq geyindi desəm, bu qayıdış növdədir. Hərəkəti öz üzərində icra etmiş oldu. Bununla bağlı mən nümunə də göstərmişdim sizə. Qoca deyindi, hərəkəti öz üzərində icra elədi. Deməli, bu qayıdış növdədir. Məchul növdə deyil. Yazıldı, əsər yazıldı. Nə edilir yazıldı, nə əsər yazıldı. Bax, görürsünüz, cümlədə istifadə edib müəyyənləşdirmək olur. Aha, deyirəm ki, deməli, bunu hərəkəti kimsə icra edib də, bu məchul növdədir. Düşünür, düşünmək sadədir. Sevinmək sadədir. Bunlar məlum növdədir. Mənə deməli, müəyyənləşdirdim ki, C variantındakı məchul növdədir. Sonra digərinə baxaq. Aşağıdakilərdən hansı icbar növdə deyil? Baxın, indi o təsirli və təsirsiz olması mənə kömək edəcək. İcbar növdə haqqında nə demişdik? Təsirli feildən yaranıb, elə təsirli də olur. Təsirli feildən yaranıb, elə təsirli də olur demişdik. İndi gəlin, bunu burada tətbiq edək. Yığdırmaq. Deyir ki, deyil. Yığ nəyi, yığdır nəyi icbar növdədir. Qaz nəyi, qazdır nəyi icbar növdədir. Yaz nəyi, yazdır nəyi icbar növdədir. Sil nəyi, sildir nəyi icbar növdədir. Təsirlidən yaranıb, təsirlidə qaldı. Nəyi sualına cavab verdi. Təsirli halın sualıdır. Gül, niyə? Niyə gülüm? Nə səbəbə gülüm? Niyə? Gördünüz? Təsirsizdir. Bu oldu təsirsiz. Güldür. Kimi güldürüm? Aha, indi oldu təsirli. Baxın, burada əvvəlki vaxtlarda dır, dir, durdur şəkilçisi təsirsiz feili təsirliyə çevirən şəkilçinin içərisində idi. Burada sadəcə olaraq təsirsiz feili təsirliyə çevirib dır-dur şəkilçisi. Yəni, bu icbar növ deyil. İcbar növü olsaydı təsirli plus təsirli olardı. Axı, ödəmədir. Təsirsizdir, təsirli oldu. Təsirsiz feili təsirli elədi. Elə oradan bildim ki, bu icbar növdə deyil. Baxın, bu şəkildə müəyyənləşdirə bilərsiniz. Sizin köməyinizə çatacaq. Bunların hər birində təsirli plus təsirli idi. Amma bunda olmadı. Təsirsiz plus təsirli oldu. Ona görə mən deyirəm ki, bu icbar növdə deyil. Gördüyünüz kimi, təsirli və təsirsiz söhbəti feillər sizə köməyə çatdı. Bura baxaq. Feillərdən biri qarşılıq bilgəlik növdə deyil. Baxaq. Salamlaşmaq feili haqqında bayaqlarda danışdım. Salam sözün köküdür. Salamlamaq yarandı. Salamlaşmaq oldu. Bu bilirəm ki, mən bunun deməli baxacam. Nədən yaranmasına baxacam. Nədən yaranmasına baxacam. Aha, indi baxıram bu tərəfə. Yazışmaq feilinə baxıram. Qarşılıqlı şəkildə icra edilən hərəkəti bildirir. Deməli, bu da deyil. Sonra vuruşmağa baxıram. Vuruşmaq deməli qarşılıqlı şəkildə vuruşmaq olar. Gülüşmək qarşılıqlı şəkildədir. İndi buna baxıram. Yarışmaq feili haqqında sadə feillərdə də mən bunu qeyd eləmişdim. Deməli, bu məlum növdədir. Sadə feilləri ona görə deyirdim ki, diqqətli şəkildə öyrənin. Baxın, görürsünüzmü? Yarışmaq, mən bildim ki, yarışmaqdır, çalışmaqdır, barışmaqdır, sonra danışmaqdır. Bunlar biz bilirik ki, sadə feillərdir. Sadə feillərdə hansı növdə olar? Məlum növdə olar. Ona görə cavabımız oldu E variantı. Sonra baxıram digərinə. Hansı cümlədə feil məchul növdədir? Gəlin baxaq. Füzulinin yaradıcılığı öyrənilib. Aha, öyrənmək, öyrənilmək. Kimsə tərəfindən öyrənilib. Amma məlum deyil. Bunu kim icra edib? Deməli, elə baxın, budur da. Məchul növdədir. Müəllim lövhəni sildirdi. Kiməsə elətdirib bunu. İcbar növdədir. Bu hadisədən sonra ürəyim şiddətlə döyünürdü. Ürək özü döyünür. Deməli, bu qayıdış növdədir. Hava axşama yaxın açıldı. Havanın açılması qayıdış növdədir. Xəstəyə yaxşı baxdılar. Baxmaq sadədir, məlum növdədir. Gördüyünüz kimi, baxmaq feilidir. Nə etdilər? D orada şuhudidir, lardərdəki kəmiyyət, şəxs şəkilçisidir. Deməli, burada bizim cavabımız oldu A variantı. Sonra digərinə baxaq. Aha, sonuncu deməli testimizdir. Nə istəyir bizdən? Cümləsindəki feillərin qrammatik məna növlərini müvafiq ardıcıllıqla müəyyən edək. Buğda səpilmiş sahəni duman çəkilənədək şumluyun. Buğda səpilmiş,
Baxın, feili sifət özü də feildir, ona da baxmalısınız. Deməli, sahəni duman çəkilənə dək, çəkilmək və şumlayın. 3 dənə mənim feilim var. Gəlin baxaq. Buğda səpildi. Kimsə tərəfindən səpilib də bu. Bu deməli məchul növdə olacaq. Hərəkət kimsə tərəfindən icra edilib. Duman çəkildi, özü çəkildi. Cümlənin daha doğrusu, duman çəkildi, belə deyək də, yəni duman, bu haqda bayaqlarda danışmışdım. Həmin bu cümlənin, duman çəkilmək sözünün həm subyektidir, həm də obyektidir. Qayıdış növdə olacaq bu. Qayıdış növdədir. Sonra şumlayın. Şumlan, şumlamaq. Aha, deməli bu məlum növdədir. Şumlayın sözü. Ona görə mənim cavabım olacaq məchul, qayıdış və məlum B variantı. Bugünkü dərsimiz bu qədərdir. Ümid edirəm ki, sizə aydın oldu. Çox rahat bir dərsdir. Özünüzü çaşdırmayın. Diqqətli şəkildə deməli, mən bu dediyim qaydalara, dediyim hissələrə, xırdalıqlara fikir verin. Sağ olun.